Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri yenə də bugün Mərdəkandan salamlayıram. Mərdəkanda gözəl küçələrin birində yanında çox möhtəşəm villalar və bağ evləri, ondan əlavə olaraq 4 fəsil yaşayan evlər var. Bağlar var, villalar var. Dəyərli izləyicilər, bu evin ümumi olaraq məlumatlarını sizlərə verim. 4 sotun içərisində inşa olunub, maşallah. Torpaq o qədər əlverişlidir ki, torpağın ölçüləri o qədər yaxşı olub. Evin tikintisi tam torpağın arxa hissəsində, geniş hissəsi isə evin qarşı hissəsində qalıb. Sağ olsun, ev sahibi proyekti çox gözəl də otuzdurub, torpağın tam yerləşmə yerindədir. Əlavə deyim sizlərə, bu işıqlar hamısı sensorlu işıqlardır, gecə işıqlarına qoşulub. Hava qaralanda avtomatik olaraq yanır bəzi işıqları. Hava açılan kimi bəzi işıqlar özü avtomatik olaraq sönür. Obrisi işıqlar isə əllə yandırıb söndürürsən. 4 sotun içərisində inşa olunub. 2 mərtəbə monolit beton 5 otaqlıdır. 5 otaqdır. 2 yataq otağının özünün sanitar qovşağı var yuxarıda. Bir dənə ümumi sanitar qovşağı var. Bir dənə də aşağıda, 1-ci mərtəbədə ümumi sanitar qovşağı var. İndi söhbətgahın da içərisinə keçəcək. Orada da nə varsa onu da sizlərə təqdim edəcəm. 240 kvadrat ümumi yaşayış sahəsidir. Bəzi əşyalar 1-ci mərtəbədə var. Torpağın da evin də kupçası çıxarışı var, əziz izləyicilərimiz. Evə girən kimi həyətdən, avtomatik olaraq qapıdan həyətə girən kimi sağ tərəfdə 4 metrənin 7 metrəyə olan filtrli hovuzu tam hazır vəziyyətdə, işlək vəziyyətdədir. Ərazidə, həyətdə qaz, su, işıq hamısı daimidir. Bir də məlumat verim, ev sahibi ilə danışdım. O danışıqdan asılıdır. Dedi, mən eləmədim. İnşallah ki, müştəri gələr, əgər ona maneəçilik törədərsə, oradan bura hovuz, həyət görünürsə, onu bağlamaq asan şeydir. Jalüzlə 1 metrmi, hündürlüyü 1 metr yarımı verib, buranı, həyətin görüntüsünü bağlamaq mümkündür. O asan bir şeydir, bir daha söyləyirəm. Dəyərli izləyicimiz, bir daha söyləyirəm, qazı, suyu, işığı, hər bir şeyi var, daimidir. Telefon xətti, internet xətti küçədədir. Küçə qəşəng asfalt küçədir. Birbaşa mərkəzi küçədən gəlir. Bravo marketin arxa hissəsidir. Makaronlu fabrikin küçəsinə gedən yoldur. Qiymət isə bugünkü gündə 490 min manatdır. Bu qiymət ev sahibinin dediyi start, başlanğıc qiymətdir. Əlbəttə ki, müştəri gələndə endirim olunacaq. Keçirik indi söhbətgaha. Söhbətgah. Söhbətgahın daxilində manqal, stol, stul, televizor, mətbəx mebeli, qaz çəkilib, qoşulub qaz sobasına, su hövzəsi, burada da belə bir dolab var. Bu kombi bu söhbətgaha aiddir. Həyətdə istifadə eləmək üçündür. Söhbətgah isti döşəməylə təmir olunub. Buradan giriş-çıxış qapısı var. Bundan əlavə olaraq buralar da cam balkondur. Burada açılır, bağlanır, bu tərəfi də açılıb, bağlanır. İndi isə keçirik evin daxilinə. Evin daxilinə keçməmişdən qabaq keçərək sizlərə məlumat verim. Evin daxilində 1-ci mərtəbəsində ümumi sanitar qovşağı, çamaşırxana, qonaq otağı və mətbəx yerləşir. Onlardan da əlavə bir yataq otağı yerləşir 1-ci mərtəbədə. 240 kvadrat ümumi yaşayış sahəsidir. Buyurun. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Keçən kimi evə sağ tərəfdə mətbəx, hovuza baxan hissədə, mətbəx mebeli yığılıb, əllərində indi nə gücləri varsa, alıb mətbəxə bir şeylər qoyublar. Buradan həyətə görüntü, mətbəxdən, evin daxilində audio sistemi yığılıb, həm burada kolonka var, səs gücləndirici, həm burada var. Bura qonaq otağıdır, qonaq otağında da audio sistem, səs gücləndirici qoyulub. Twist'in tam mərkəzində televizor və pəncərə, vitrin pəncərə birbaşa həyətə söhbətgaha baxır. O parti əl işidir, əllə çəkirlər. Qəşəng çəkirlər. Keçirik. Divarın içərisində olan dolab. Düz tavana qədər. Buradan bura qədər davam edir. Sol tərəfdə yerləşən 1-ci yataq otağı. Pilləkənin yanında 1-ci mərtəbəyə aid olan sanitar qovşağı genişdir, qəşəngdir.
Bütün aksesuarlar yerindədir. Hamısı qoyulub. Bir daha söyləyirəm, monolit betonla inşa olunub. Burada həm evin bütöv olaraq kombi aparatı, texniki otaq kimi nəzərdə tutulub və əlavə olaraq belə deyim də çamaşırxana kimi xəttlər çəkilib, paltar və maşın qoymaq olar. Elektrik şitləri də bura yığılıb. Bunun da altı belə boşluqdur. Buranı da belə dolabla yığıb, burada dolab eləmək olar. Qapısını yığıb, mebel sularla xahiş edib, oranı da dolab eləmək olar. İndi isə qalxırıq biz ikinci mərtəbəyə. Hazırda ikinci mərtəbədir. İkinci mərtəbəyə qalxan kimi pilləkən qəfəsində 2 pilləkən qoyulub. 1, 2. Sonra dəhliz, dəhlizdən keçən kimi birinci yataq otağı. Yataq otağının daxilində qardırob yığmaq üçün yer buraxılıb. İnşallah bura dolab, qardırob yığılar. Bu yataq otağı ilə üzbəüz sanitar qovşağı. İkinci mərtəbədə demək olar ki, hər bir yataq otağının özünün sanitar qovşağı var. Niyə deyirəm? Bu mərkəzdə qoyulan sanitar qovşağı ora aiddir. Çünki o yataq otaqlarının özlərinin sanitar qovşaqları var. 2 dənə ön hissəyə baxan yataq otaqlarında. Üçüncü yataq otağı yenə dolab yığmaq üçün yer, oradan həyətə baxır və daxilində sanitar qovşağı. Əziz izləyicilərimiz, bu evin qiyməti evə görə bugünkü gündə bazarda normaldır. Qəşəngdir və endirim də olunacaq. 490 min bütün sənədləri qaydasında, maşallah evin təmiri də gözəldir, qəşəngdir. Monolit betonla inşa olunub. Bu da 4-cü yataq otağı. Yenə həyətə baxır, vitrin pəncərə. Bu yataq otağının daxilində qardırob otağı və sanitar qovşağı mövcuddur. Bütün sanitar qovşaqların tavanları hamısı dartma tavanla təmir olunub. Dəyərli izləyicilərimə, bizi izlədiyi üçün sizə təşəkkür edirik. Çox sağ olun, bizi izləyirsiniz. Bizim videolarımızı bəyənməyi unutmayın, çox xahiş edirik. Paylaşmağı və rəy yazmağı heç unutmayın. Təşəkkür edirəm.